Videomu izleyen herkese salamlayıram. Bugün bir çox insanın sevimli yeməyi olan yarpaq dolması hazırlayacağım. Biz Azərbaycanlılar hər bayramda, xoş günlərdə dolma bişiririk, xüsusən də yarpaq dolması. Mən də bişirmişkən istədim bunu çəkəm. Mən necə bişirirəm onu paylaşam sizlərlə. Keçək hazırlama qaydasına. Dolmada mütləqdir ki, yağlı ət olsun. Əgər yağlı ət deyilsə, pi əlavə edə bilərsiniz ona. Mən quyruq pi əlavə etdim ətə. Əti, soğanı və pi ət çəkən maşından çəkdim. Daha sonra ora yumru düyü əlavə etdim və göyərti xırda-xırda doğrayıb əlavə etdim. Göyərtilərdən də keşniş, şüyüd, nanə əlavə etdim, hərəsindən az-az. Daha sonra duzun, istiyodun, sarı kökünü vurub yaxşıca yoğurdum. Mən dolma üçün çox pidən istifadə etdiyimə görə əlavə yağ istifadə etmədim. Sizin ətiniz yağsız olsa və ya pidən istifadə etmək istəməsəniz, mütləqdir ki, bol yağ əlavə edəsiniz. Yağlı dolma daha dadlı alınır. Əti yaxşı yoğulandan sonra bir kənara alırıq, keçirik bükməyə. Bükməzdən əvvəl bişirəcəyimizin qabın altına, harada ki bükməyə yararsız olan yarpaqlar var, üzüm yarpaqları, onu qazanımızın altına düzürük. Çünki bişən zaman yapışma, yanma baş verərsə, dolmalara təsir etməsin. Daha sonra bu qayda ilə keçirik dolmaları bir-bir bükürük. Sizdən xahişim, videolarımı bəyənsəniz əgər, bəyən düyməsini basıb, kanalıma abunə olub, rəy bölməsində də rəylərinizi yazmağınızı unutmayın. Onu da qeyd edim ki, yemək bişirərkən məndə bir çox səhvləri görə bilərsiniz. Mən həvəskar çəkilişlər edirəm, professional yemək bişirən deyiləm. Rəy yazarkən də bunları nəzərə almağınızı xahiş edirəm. Ətli yarpaq dolması Azərbaycanın milli mətbəxinə aid bir yeməkdir. Azərbaycanda az insan olar ki, bu yeməyi sevməsin. Bizim ailəlicə də çox sevdiyimiz yeməkdir. Gördüyünüz qayda ilə bu formada bir-bir dolmalarımızı bükürük. İstəyən dökünç formada da bükə bilər. Dolmaları bükdükdən sonra artıq qalan yarpaqlardan dolmaların üzərinə səririk ki, bişmə zamanı yığılan kəb dolmada yox, yarpaqda qalsın. Daha sonra üzərinə bir tarelka əlavə qoyuruq. Dolmalarda qaynayanda açılma olmasın, dağılma olmasın. Bir armud stəkan da su əlavə edirik və qoyuruq bişməyə. Orta xodda qoyuruq bişməyə. Suyu qaynayıb yağa düşənə qədər bişiririk və daha sonra dolmamız hazır olur. Nuş edə bilərsiniz. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm.